Və davam edirik xəbərlərimizlə, daha doğrusu sujetimizlə, anonslarda bayaqdan eşidirsiniz süni düyü məsələsi. Vaxtaşırı da gündəmə gəlir, sosial şəbəkələrdə bəzi görüntülər paylaşılır, ay cəmaat bu plastik düyüdür deyə cəmaatı bir vəlvəliyə salırlar. Plastik düyü, nə bilim, süni yumurta, hər şeyin sünisi ilə bağlı görüntülər tez-tez paylaşılır. Amma bunlar nə dərəcədə doğrudur? Satışda ümumiyyətlə belə hallara rastlaşanlar olubmu? Hər tərəfli araşdırmışıq. Sujeti izləyək, sonrasında bizim də fikirlərimiz olacaq əlbəttə. Düyü dünyada ən çox istehlak edilən qidalardan biridir və Azərbaycan mətbəxində də xüsusi yer tutur. Lakin son vaxtlar sosial şəbəkələrdə və xəbər mənbələrində bazarlarda plastik düyünün satıldığı barədə iddialar yayılmaqdadır. Bəs bu iddialar nə dərəcədə doğrudur? Dadına baxdıq belə, yəni düyü dadı gəlmirdi, plasmas kimi belə dadı gəlirdi. Eşitmişəm, amma mən istifadə eləməmişəm, almamışam, yəni yalan nə deyim. Göstəriblər ki, doğrudan da içinə nəsə qatırlar, plastik. Orada çox vaxt baxırsınız ki, suyu ilə qarışdırıb yuyanda suyun üzrə daha çox çıxır. Çünki plastik olanda yüngül olur. Bir məhsulun keyfiyyətli olub-olmadığını bilmək üçün bu məqamlara diqqət yetirmək lazımdır. Əhali düyü barədə fikirlərini dəyişməlidir. Onu da qeyd edim ki, marketdə düyü alan zaman fikir verməyə lazımdır ki, istehlakçını daha çox cəlb edən o parlaqlığına inanmasınlar. Nə qədər çəltik rənginə yaxın olsa, çəltikli düyüyə yaxın olsa, o qədər o daha keyfiyyətli düyüdür. Düyü tərkibindəki arsen miqdarına görə, ağır metala görə digər bitki mənşəli qidalardan fərqlənir ki, düyüdə bu bir qədər onlara nisbətən çoxdur. Ona görə bişirilmə zamanı diqqət edəcəyimiz əsas məqam bir stəkan düyüyə 3-4 stəkan suda saxlamaqla, daha sonra bu suyu ataraq yenidən yeni sudan istifadə edərək bişirməklə tərkibində olan arsenin miqdarını azaltmaq mümkündür. Eyüp Hüseynov bildirdi ki, mağazalarda müxtəlif qablaşmada və müxtəlif adda satılan düyülərin saxta olması ilə bağlı heç bir şübhə yoxdur. 70 dərəcə suda onu saxlayırlar, sonra çəltikdən ayırırlar və bazara çıxarırlar. Və həmin düyülər, o cür düyülər istehlakçını cəlb etmək kimi, şüşə kimi parlaqlığı ilə özünə cəlb eləyir. Xam mal olaraq plastik mənbələrdən alınmış düyü Azərbaycanda satılmır. Belə bir düyü yoxdur, gətirilmir. Bəs Azərbaycanda satışda olan düyülər təhlükəsizdirmi? Azərbaycana idxal olunan düyü məhsulları, eləcə də yerli düyü növlərimiz aidiyyatı qurum tərəfindən monitorinq aparılmışdır və ictimaiyyətə açıqlanmışdır ki, onun tərkibində bitki mənşəli olması, eyni zamanda da nəmliyi, nişastanın normaları, qida təhlükəsizliyi qaydalarına uyğun olduğu haqqında ictimaiyyətə məlumat verilmişdir. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərdik. Agentlik bildirdi ki, sosial mediada satışda güya saxta düyülərin olması barədə yayılan iddialar əsassızdır. Son monitorinqlərin və aparılan laborator müayinələrin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Yəni, bizdə Azərbaycanda satışda plastik düyü yoxdur. Yoxdur. Rahat Gec bişən düyü var, tez bişən düyü var. Ay sağ ol. Amma bu niyə gec Elə adam bişir? var ki, xoşlayır. Məsələn, elə adam var ki, dolmanın içində düyü dən qalsın istəyirəm. Mən əzilmiş xoşlayıram. Məsələn, dolma biraz məhd olsun deyirik də biz. Plastik düyü ithamı adətən yumru düyülər aid edilir. Hə, də onu Uzun düyüdə deyirəm. problem Onda olmur. gec bişəni var, tez bişəni var və o suda saxlamaq məsələsi də önəmlidir.